Belə deyim, hansı universitetlərdən var? Peşə College Universitet qarşı. Bildim, yəni hər olduğu universitet hansı ki, onun adı çəkilmədi, bir dənə desə mənə bəs edir. Sən sizdə hansıdır? Abusu. Neft Akademiyası. Azərbaycan Universiteti. Texnik Universitet. Genel sosial təbiət. Deməli belə. Allah birinizi bir daha salamlayıram. Mən Nurlan Allahverdiyev. İngiltərənin kiber təhlükəsizlik distributor şirkəti var, CyberRay. Onun belə deyim, kiber təhlükəsizlik məhsulu ilə bağlı analitik işlərlə bağlı işlərdən məsulam. Paralelində də Prezident Administrasiyasının əməkdaşıyam. Orada informasiya kommunikasiya texnologiyaları üzrə məsləhətçi olaraq fəaliyyət göstərirəm. Əvvəla mən IT sahəsində nətər gəlmişəm, bir qısa məlumat verim. Sonrasında isə lazımi nələrə ehtiyac var. Bugünkü gündə Bilkira Universitetdə mən seminarda olmuşam. Yoldaşların üzərindən karyera məsələlərinə keçəcəm. Müvazzəf Fövqəladə Hallar Nazirliyinin Akademiyasının məzunuyam. Oranı leytenant rütbəsi ilə bitirib, sonradan özüm belə deyim. Siz universitet həyatı yaşayırsınız, oxuyursunuz, hələ ki qərar verə bilmirsiniz ki, bilmirəm, bəziləri universitetə nəyə gəlir, gedir, onu da hələ özündə belə deyim. Düşünənlər də var, düşünməyənlər də var, açıq deyim. Bəzilərinə biraz negativ cümlə kimi gələ bilər, amma texnologiya o qədər sürətlə inkişaf edir ki, mənim nə qədər tanıdığım adam var ki, adam hələ universitetə girdiyi birinci semestrin hələ tutarmır. Adam birinci semestrdən şəbəkənin kursunu bitirir. Ağlına qoyub, oturub işləyib, öz başına, insanlara da belə müraciət edir ki, endirim voucheri lazımdır mənə, imtihana girim. İmtihanın da qiyməti $300'dır, mən endirim olaraq 58% voucher verirəm, beynəlxalq təlimçi olduğum üçün. Akademiyanı bitirəndən sonra, leytenant rütbəsini alandan sonra IT sahəsində kurslara yazıldım. Yazılmamın birinci səbəbi o idi ki, dünya artıq insandan istifadənin minimuma indirilməsinə doğru gedir. Hər şey avtomatlaşır. Dünyada yeganə iki sahənin heç vaxt çörəyə bölməyəcək və onu avtomatlaşdırmaq mümkün olmayacaq. Biri IT sahəsi, biri də tip sahəsi. Tip sahəsində avtomatlaşdırma olacaq, amma tip sahəsi də IT ilə bir-birinə bağlı qalacaq. Məsələn, həkim buradadır. Məsələn, bilmirəm, Azərbaycanda o dərəcə inkişaf edəcək ya yox. Qazaxda bir xəstəni cərrahiyyə edirlər. Avtomatlaşdırılmış sistemlə. Çünki bunu səhv eləməmsə Çində testini yaradırlar, uğurla da başa çatdı. Arada təxminən bir 2000 kilometr məsafə var idi şəhərlərin arasında. Kurslara yazıldıqdan sonra sifarişli işlərlə həm fövqəladadə işləyə, həm də sifarişli işlərlə özümü təkmilləşdirəndən sonra mən Cisco-nun Şəbəkə Akademiyasında təhsilə başlamışam IT üzrə. Müəllimlərini təklif elədilər ki, bir tikinti şirkəti IT müalicə köməkçisi axtarır. 4 illik akademiya, 3 illik zabit həyatı, 7 illik dövlət işi, üstündən xətt çəkib ərzəni yazdım, çıxdım keçdim IT sahəsində. Bir şey yadınızda saxlayın. İnsan əgər bir sahə üzrə özünü təkmilləşdirəcəksə, qabağa getmək istəyirsə, bütün çətinlikləri oturub birinci hesablamalıdır, razı olmalıdır, əgər istəyirsə həqiqətən. Ondan sonra istəyirsə addım atsın, istəyirsə qalıb yerində saysın. Ərzəni yazdım, çıxdım, Aralqorp şirkətində IT müalicə köməkçisi kimi başladım. Düzdür, mən başlayan ərəfədə IT sahəsində onsuz da ilk başlayanların həmişə ən başının bəlası aşağı maaşla başlamaq. Mən başlayanda 500 manatla başlamışam, açığı deyil. 500 manatla tək bir adamın dolanmağı çətin. Həmçinin də özü buzovnada qalıb biləcəyi işə getmək vapşə çətindir. Səhərin göz açılmamış avtobuslar tam. Virusda yolcuya çəkilən xətt maaşa çox qədər də bəslənir.
2022-nin mart ayında mən özümü təkmilləşdirirdim. Həm kiber təhlükəsizlik sahəsində, həm də şəbəkə sahəsində. İngiltərənin DNSense şirkəti var. Orada işləyən tanışlarım təklif elədilər. Texniki satış əməkdaşı olaraq Azərbaycanın həm irəli gedən şirkətləri, həm də dövlət qurumlarından belə deyim, məhsulun orada texniki xüsusiyyətlərinin həqiqətən də uyğun olmamalı və əməkdaşları bununla bağlı treninqlərini təşkil olmalı. Bu məsələdə fəaliyyət göstərdim. Sonradan Azərbaycan bazarında IT sahəsi belədir ki, IT sahəsində nə qədər texnikdə işləyirsən işlə, müəyyən müddətdən sonra arxitekt səviyyəsi gəlir və senior səviyyəsi gəlir. Arxitekt və senior səviyyələrində iş prinsipi belədir. Siz bir komandanın lideri vəziyyətinə gəlirsiniz. Komandanın lideri olmaq, komandanı idarə etməkdən keçmir. Şirkətin büdcəsinə uyğun olaraq IT məhsullarını təşkil etmək, IT məhsullarını təşkil etməkdən öncə də birinci növbədə məhsulları çox bilməyimiz lazımdır. Məhsulu bazarda kim satır, hansı qiymətlə satır, hansı endirimlə satır ki, partnerlarda yaxşı tanıdıqlarımız olmalıdır ki, Azərbaycanda bütün demək partnerlarla çox da gözəl əlaqəm var. Rabalonda işləməyimiz sayəsində. Sonradan Rabalonda fəaliyyətimi görən Cyber şirkəti iş təklif elədilər. Orada bir dənə də işləyən mənim köhnə iş yoldaşım idi. İşlərin üzərində ciddi dayanmama görə sırf kiber təhlükəsizlik məhsulunun dizayn olunması. Burada dizayn olunması görüntü nəzərdə tutulmur. Müştəri nə istəyir? Kiber təhlükəsizlik məhsulunun daxilində nələr olmaq lazımdır? Həqiqətən də bu işləyirmi? Müştəri bu məsələdən narazıdır. Bunu istəmir. Və yaxud da biz bunu test elədik, filan problemlər çıxdı. Mən test elədim, filan problemlər çıxdı. O testlərin hamısını mən aparıb, hamısını bir konkretləşdirib, məsələn, hər axşam saat 12-də mən göndərirəm şirkətin özünü, bizim saatını. İngiltərə ilə buranın saat arasında 3 saat fərq var. Cyber-Ray'də işləyə prezident administrasiyasından təklif gəldi. Hal-hazırda orada nə gözlədiyim üçün Cyber-Ray'də əməkdaşlığımı davam edirəm. Cyber-Ray ilə əməkdaşlığımı davam edirəm. Təbii ki, əmr yarandan sonra məcbur orada işimi dayandırmalı olacağım. Prezident administrasiyasında özümdə deyil, bir qurumundayam. Həm şəbəkə, həm sistem, həm security, həm storage, yəni yaddaş sistemləri ilə bağlı işlərdən məsulam. Əsas beynəlxalq sertifikatlarım bir nəfər orada otura bilər. Beynəlxalq sertifikatlarım deyir, Microsoft'un security sahəsidir. Çünki mən özüm həm şəbəkə təhlükəsizliyi və bulut texnologiyaları üzrə özümü təkmilləşdirirəm. Həm də xarici bazarda da Cisco üzrə daha çox tanınıram. Digər sertifikat bu il yox, gələn ömrü vaxtı bitir, gələn yeniliyim. İngiltərənin Beynəlxalq Kiber Təhlükəsizlik İnstitutu var. Orada Network Security Specialist üzrə. Digəri isə dünyanın 148 ölkəsində tanınan və IT sahəsində təzə başlayanlardan birinci növbədə tələb olunan sertifikat senior sertifikat. Bir digər də çalışdığım yerdə DNS Security üzrə, həmin DNSense şirkəti, İngiltərə Kiber Təhlükəsizlik şirkəti, DNS protokolunun təhlükəsizliyi üzrə fəaliyyət göstərən şirkət idi. Mən açığı deyim, Azərbaycanda indi adını çəkmirdim. Bəzi şirkətlər var idi ki, biz o məhsul vasitəsilə aşkar edirdik ki, hacklənib. Heç xəbər yoxdur ki, hacklənib. Bu dəqiqə LinkedIn-ə baxın, qəşəng özünü partladan mühəndislər doludur, amma çatışmazlıqlar çoxdur. Network is everywhere. Network hər yerdədir.
bu günləri kibertəhlükəsizlik sahəsində çalışan nə qədər adam varsa, hamısının bu dəqiqə yaralı yeri. Gedir müsahibəyə, köhnənin sisoları oturmuş bir təməldən gəldiyi üçün onlar çox gözəl bilirlər ki, kibertəhlükəsizlik sahəsi olsun, sistem administratorluğu və sistem mühəndisliyi sahəsi olsun, ilk başda burada bir nəzər şey şəbəkədir. Və çoxu müsahibələrdən şəbəkəyə görə kəsilir. Hətta cloud üzrə çalışanlar belə şəbəkəni çox qəşəng bilməlidir. CCNA səviyyəsində sertifikatı almasalar belə, sertifikat önəmli deyil. Əsas məsələ biliyin olmalıdır. Bilik olmayandan sonra sən heç bir prosesi araşdıra bilməyəcəksən, analiz apara bilməyəcəksən. Bilməyəcəksən ki, nəyə görə şəbəkə kartından trafik gəlmir. Bilməyəcəksən ki, necə oldu məni Wi-Fi-dan hacklədilər. Necə oldu ki, mən IP alırdım, amma bu gün axşam baxıb görürəm ki, IP aldığım server heç bir IP verə bilmir. Mən bilə bilmirəm ki, mənim trafikimdə niyə həddindən artıq yüksək istifadə dəyəri var. Onun üçün bunu bilmək üçün birinci növbədə siz şəbəkə üzrə bilişlərinizi təşkilləşdirməyiniz lazımdır. Ümumiyyətlə, şəbəkə administratoru nə edir? Şəbəkə administratoru birinci növbədə düzgün, keyfiyyətli və mükəmməl şəkildə şəbəkə installasiyası aparmaq lazımdır. Düzgün şəkildə cihazların konfigurasiyası lazımdır. Cihazların konfigurasiyası əslində qalanda ikinci plandır. Birinci plan, mən təlimdə keçdiyim bütün tələbələrə həmişə aşılayıram bunu. Çünki mənim özüm CCI dərəcəsi olan adamlardan almışam dərs. Sertifikasiya məsələsini izah edəcəm. Mən ekspertlərdən almışam və ekspertlərin mənlə bir yerdə təhsil alan tələbələrə birinci tələbi o idi ki, cihazdan asılı olmuyor, vendordan asılı olmuyor. Düzdür, indiki dövrdə bu günə qədər IT sahəsində iki vendor həmişə təhsil sahəsində qabaqdadır. Biri Cisco'dur, biri də Microsoft'dur. Microsoft'un hətta, birinci Cisco'nun deyim ki, Cisco'nun hətta bir community'si var. 10.000'in üzərində case izləyir ona, yəni problemlər toplusu. 10.000'dən yuxarı problemlər toplusu olan bir platforması var. Və orada istənilən entry level'dan tutmuş senior level'a qədər olan mühəndislərin həm öz yaşadığı problemləri orada qeyd olunur. Həm də o problemlərə necə yanaşıla bilər, onunla bağlı izahlar var orada. Yəni, bəzən görürsünüz ki, bunları bilməyən adam götürüb Cisco'ya case atır ki, bizdə belə bir problem var. Cisco ona yalnız yazılı olaraq cavab verir ki, bizim, məsələn, community'dən bax, araşdır. Düzdür, əgər partnerlik dərəcəsi o qədər güclüdürsə, partneri yönəldirlər, solution arxitektlər olur orada, həllər üzrə memar. Həmin o həllər üzrə memar məsələdə kömək edir. Amma açığı deyim ki, mən həmişə özümdə belə başlamışam, hər zaman tələbələri də deyirəm, kimdən asılı vəziyyətə düşmür. İstər həyatda, istər işdə. Kimdən asılı vəziyyətə düşdürsə, avtomatik olaraq birinci növbədə rəhbərliyin gözündə bir növ hədəf nöqtəsində olmuşdur. Ki, bu adam 100% bir şeydə səhv eləyəcək, bunu göndərək. Səhv eləyəndə də bağışlanmır. Amma işi öz başına həll edə bilən adamı həmişə əl üstündə də tutulur. Şəbəkə təhlükəsizliyi. Şəbəkə təhlükəsizlik məsələsi şəbəkə sahəsində çalışanların bəlkə bilirəm deyib də bilmədiyi nöqtədir. Çünki şəbəkə təhlükəsizliyində iki mexanizmanı bilmək lazımdır. Yəqin ki, aranızda bilənlər var. Kibertəhlükəsizlik sahəsində iki yön var. Müdafiəçilər, yəni defenderlar və hücumçular, offensive tərəf, offensive security və defensive security, blue team və red team. Cisco 2019-2020-ci ildə bu sertifikasiyanı dəyişəndə kibertəhlükəsizlik məsələsini daha çox dərsin içinə soxdu. Düzdür, dərslərin içində o qədər də belə detallı bir şey yazılmıyor. Burada bir tələbəm var, Nurlan xanım. Mən Azərbaycan dilində özüm dərs və saytı yazmışam, özüm də tələbələrə o Azərbaycan dilində dərs və saytını verirəm. Dərs və saytının içində
bəlkə də 30 dənə kriptografiyaya aid vəsait vermişəm. Hardasa bir daha 70 ya da 120 vərəqdə kibertəhlükəsizlik mövzularının izahıdır. Bəlkə də çoxdur. Sxeması ilə arxa fonda necə proses baş verir, onun detalı ilə yazmışam. Və bu günləri sahədə şəbəkə administratorları götürüb firewall-da nəsə bir iş görəndə, firewall bunu belə eləyəcək. Amma arxa fonda belə bir şey var ki, sən firewall-da filan konfigurasiyanı elədinsə, sənin bu firewall-un yalnız şəbəkə firewall-dur. Bəs digər hücumların yenə cavabıdır. Onu da qoyuram qırağa. Local Area Network deyilən bir şey var. Local Area Network, LoRa dildə deyim. Universitetdə, yəqin ki, bilirsizdə iki cür şəbəkə var deyirlər. WAN və LAN, Wide Area Network, Local Area Network. Wide Area Network sizə belə deyirlər ki, binanın çölündəki internet. Uzaq məsafə. Uzaq məsafə, mən ona həmişə təbliğ başa düşsün deyə deyirəm ki, şirkətin çölündəki internet. Sizin evinizin çölündəki internet. Evinizin daxilində adicə Wi-Fi-yə qoşulan bütün smartfonunu deyim, ağırlı kofe aparatını deyim, ağırlı televizorunu deyim. Onların yaratdığı bir şəbəkə Local Area Network şəbəkəsidir. Yəni LAN şəbəkə, daxili şəbəkədir. Daxili şəbəkənin özünün təhlükəsizlik qaydaları var. Həmin o təhlükəsizlik qaydalarını doğru dürüst eləyən mühəndis sayı azdır. Doğru dürüst konfigurasiya edən mühəndis sayı azdır deməmin səbəbinin birincisi odur ki, kibertəhlükəsizlik proseslərini o qədər də aşılamıyor. Nə qədər tanıdığım adam var. Gedir sizin sinfinə qeydiyyatdan keçir, damp alır, damp əzbərləyir, gedir sertifikat imtahanına girir, sertifikatı alır, deyər ki, sonra şəbəkədən bir şey bilir, yox. O qədər görmüşəm ki, o da qəşəng yerlərdə də işləyirlər, adamı yandırıb tutacaqlar deyə. Deyər ki, soruşsan deyəcək ki, proqramından heç xəbərim yoxdur. Digər bir məsələ Network Performance Monitoring. Şəbəkə administratorları, şəbəkə belə deyil. Normalda biz bina tikəndə binanın bünövrəsi və skeletini birinci dayanıqlı eləməmiz lazımdır ki, içində otaqlarda və yaxud da mənzillərdə rahat tikir. Şəbəkə administratoru onurğa sümüyüdür. Həmin o skelet və bünövrədir. Əgər şəbəkənizi doğru düzgün qurarsınızsa, içindəki serverləriniz də doğru dürüst işləyər, hər kəs doğru dürüstlə şəbəkəyə daxil olub internetdən istifadə edər və şirkətin daxilindəki resurslar da düzgün istifadə edir. Amma bunu qurmaqla bərabər siz şəbəkənin daxilində olan bütün komponentlərin, biz ona intermediate device dedik, aralıq cihazlar, aralıq vasitələr, onların daima up-to-date olmasını, yəni güncəllənmiş vəziyyətdə və yüksək performansla işlədiyini təmin etmək lazımdır. Çünki müəyyən bir itki məlumat itkisinə səbəb olur və məlumat itkisindən də məsuldur şəbəkə administratoru və məlumat itkisi və data recovery, məlumatın bərpa olunması məsələsində sistem administratoru ilə paralel işləyirlər. Sistem administratoru məsələsini ələcəkdir. Digər bir məsələ network documentation. Bu günlər bir çox şirkətin ən qeyri-ciddi yanaşdığı, amma açığı deyim, bəlkə də ən birinci yanaşmalı olduğu nöqtə sənədləşmə. Gəlirsən hansısa şirkətə girsən, bəlkə 5 dənə şirkətə girmişəm, dəstək üçün çağırdıqları olduğunu istəyirəm. Gəlib şirkətə girmişəm, deyirəm, dokumentasiya var. Deyir, dokumentasiya var, zaten 2019-dan qalma. Deyirəm, 2019-dan bu yana nə avadamlıq alınır? Deyirəm, $200,000 deyir, avadamlıq almışıqdır. Deyirəm, sən $200,000 avadamlıq almışsan, məsələsini deyirəm. Tabii çox qiymət deyil, amma qiymətlər həqiqətən də düşür. Deyirəm, bu qədər məhsul almışsan, amma heç birinin sənədləşməsini eləməmsən ki, bunun bu filan portunda filan cihazlar qoşulur. Sən girirsən cihazın içində konfigurasiya eləmək istəyəndə və yaxud da filan problemi araşdıranda bilmirsən ki, hansı portdan hansı cihaz var. Və yaxud da obyektin ərazisi var. Sən ərazidə hansı şəbəkə, hansı obyektindir bilmirsən. Heç olmasa,
həm fiziki topologiyasını, həm də məntiqsel topologiyasını bir çək əlində dokumentasiya olsun. Dokumentasiya təkcə o deyil. Dokumentasiya həmçinin iş zamanı bəzən elə bir problemlər olur, onu mən dərsdə izah edirəm həmişə. Bəzən elə bir problemlər olur ki, biz o problem üçün bəlkə bütün günü səfərbər olur. Ayda ildə bir dəfə bəlkə elə bir problem çıxar. Ağıllı mühəndislər bir jurnal tutur, dokumentləşdirir. Filan problem çıxmışdı, biz nə addımlar atdıq? Biz nə addımlar atdıq? Arada belə bir error çıxdı, biz təzdən yenə nə addımlar atdıq? O prosesi A-sından Z-nə qədər yazır. Mən əvvəlki işlədiyim şirkətdə yazmışdım. Konkret yazmışdım. Əlimdə də vəsait var idi, bir problem var idi. İLS proqramından alındırıb şirkətə, Türklərin tikinti şirkətidir. İLS proqramının onlarda istifadə elədiyi Logo Tiger var idi, ondan istifadə edirdilər. Logo Tiger'ın belə bir problemi var idi. Broadcastlar çox yayılırdı. Amma broadcastları o qədər çox yayılırdı ki, printer öz-özündən düşürdü bloka. Printerin öz-özündən bloka düşməni necə işləyirsiniz? Printer düşürdü bloka. Onun hardasa bir təmirə ilə bağlı 10 vərəqli addım yazdı. 10 vərəq olmağın səbəbi, çünki ekranları da çəkib qoyduq. Bəzən görürsünüz ki, izah edirsən, izahı yazırsan, orada izahda oxuyur. Amma sən izah edirsən, ekrana baxır, sən dediyini o ekranda tapa bilmir. Məcbursan ki, şəklini də qoyasan, ikonu da işarə edəsən ki, buna kliklər, buna kliklər. Solving problems əsas məsələdir. Netadminlərin müsahibədən kəsilmələrinin digər bir səbəbi. Problemi yanaşma tərzi və problemi sürətli şəkildə vaxtında həll etmək. Bu təkcə netadminə aid deyil, sistem adminə də aiddir, kiber təhlükəsizlik mühəndislərinə də aiddir, DevOpsçılara da aiddir, cloud-a da aiddir. Problem solving məsələsi, solving problems məsələsi ciddi məsələdir və xaricdə normalda müsahibələri 3 yerə bölürlər. Bir müsahibə texniki sorğu-sual olur. İkinci müsahibə bir dənə log qoyurlar qabaqlar, kameradan da qoşulurlar. Sənin də kompüterin ekranını proma özlərində mirror edirlər, güzgü vəziyyətində və izləyirlər. Sənin oturub problemə yanaşma tərzivi və dokumentasiya yazmağı oturub izləyirlər, özə vaxt da qoyurlar. Keyizdən keyizə fərqlənir, bəzən 1 saat qoyurlar, bəzən 2 saat qoyurlar, maksimum 2 saat qoyurlar. Üçüncü də bu günləri LinkedIn-də bəlkə ən çox yaralı nöqtə HR-la danışıq söhbətdə olur. Regular check daimi yoxlanışlar aparılmalıdır, mütləq şəkildə. Hətta mən belə bir şey qoymuşam, bütün enterprise şirkətlər bunu edir. Log server qoyur, hər cihazın bütün məsələləri o log serverində gəlib qeydiyyata düşür. Məsələn, sənin xəbərin yoxdur, binanın o biri tərəfindəki kamera sönür. Xəbərin yoxdur da, müsahibənin də ağlı, mühafizənin də ağlı bir qarşılada, baxmır. Hətta mən təklif verirəm, əvvəlki ilk işlədiyim yerdə belə bir mexanizm qoymuşdum, mənim telefondan promaya bildiriş gəlir. Filan kamerada problem çıxdı, bildiriş gəlir promaya telefonu, WhatsApp üzərində. Telegramdan verir. Zaten bugün bir çox şirkət Telegramın şirkətin daxilində bu olur. Telegramda nömrəni gizlətmə mexanizmi var və Telegram üzərindən çox gözəl ataklar həyata keçirilir. Constantly update, onu da bayaq dedim, cihazların hər zaman update vəziyyətində olmağına ciddi yanaşmaq lazımdır. Bir də burada qeyd eləmişəm, həmin dediyim məsələ. Cihazların up-to-date olması ilə bir yerdə mühəndisin özünün də up-to-date olması lazımdır, özünün inkişaf elətdirməyi lazımdır və şirkətin daxilində köhnələn cihazları yeniləmək üçün bütün texnologiyanı izləmək lazımdır. Yaxşı, bir netadmin necə özünü inkişaf elətdirə bilər?
metalinə keçmək istəyən özünü necə inkişafa qatdıra bilər və harla başlamalı. Birinci növbədə mənim məsləhətim IT sahəsinə girən, kompüter işlədə bilən olsun. Yəqin ki, Google-a girməyə hazırlanmasın. Çünki Google-da girib deyirsən ki, arka səhvəyə keçsəydi, götürüb bağlayıb başqa səhvəyə keçsin. Halbuki yuxarıda ox işarəsi var, deyirəm əvvəlki səhvəyə var. Bilmədi. Birinci növbədə IT Essentials səviyyəsində, yəni helpdesk səviyyəsində təhsil almalı. Bilməlidir ki, kompüterin içində nə var, nə yox. Çünki bizdə mənim bir tanıdığım var idi. Adamın helpdeski yoxdur, amma adam yaxşı proqramçılıq bacarır. Proqramçı beləsinə qalanda helpdeski bilməlidir ya. İş görməsə belə, heç olmasa problemi, öz kompüterində problemi araşdırmağa bacarmalıdır. Mənə sən gəldi ki, bəs şeydir, RAMın biri görünmür. Dedim, dəqiq görünmür. Dedim, yoxsa da girəm, RAMın biri görünmür. Açdıq bütöy, açıb baxır. Deyirəm, nəsə gözünü seçir. Deyir, yox. Nəsə, çıxartdıq RAMı. Baxın, gördüm ki, RAMın bir pini elektrikə görə yanmış. Ana platalarda bəzən belə bir problem olur ki, kabelin bu qalan hissə var ha. Bunun bəzən özü problemi olur. O problem promoy vurur, ana platada elektrik zədəsi yaradır və içəridə hansısa bir detalı yandırır. Onun da bir dənə pini yanmışdı. Məcbur RAMı tulladı, o pini yanandan sonra o RAMı yandıram. Apardı ana platanın üstə. Üstə da elə qiymət oldu ki, zapças tərəzi satdı, məcbur. Elə bağlı bir kompüter deyil. Getdi gamer kompüter aldı, gedək salamata budur. Birinci növbədə helpdesk səviyyəsində mütləq şəkildə təhsil almağınız lazımdır. Əgər həqiqətən də sistem, şəbəkə, təhlükəsizlik sahəsində işləyəcəksinizsə, heç olmasa 1 il, 2 il helpdesk üzrə işləməyiniz lazımdır. Çünki insanların problemlərini eşitdəndə onun üçün necə bir həll yaradacaqsınız, bu problemi necə aradan qaldıracaqsınız, onu bilməyiniz lazımdır. Və o mühitə də hazır olmağınız lazımdır. Mənə zəng edir, məsələn, işlər filan kəs ki, məndə filan problem olur, heç getməyimə ehtiyac qalmır. Deyirəm, kompüter açıqda deyirəm, deyirəm, filan nöqtəyə gedir, gedir. Deyirəm, filan yerə gedir, gedir. Deyirəm, update gedəcək, orada 15 dəqiqə yazır, deyirəm, 15 dəqiqədən sonra kompüteri açarsın. Yəni, o qədər iş görmüşük ki, o qədər sahədə işləmişik ki, öz problem, kimin nəsə bir problemi yaranıb, özü deyirəm ki, filan kəsdə filan problem yaranıb, update gedəcək, updatedən sonra 15 dəqiqədə arxa fonda update gedəcək, sonra da açılacaq işləyəcək. Əgər sistem və şəbəkə sahəsində kiber təhlükəsizlik də buna daxildir, planlaşdırılırsa, birinci növbədə əgər şəbəkə sahəsində işləyəcəksinizsə, sizin təhsilini almaqla bir yerdə sertifikat almağınız məcbur edir. Yox, sistem tərəfə gedəcəksinizsə, bəzən çox yerlər istəyirlər ki, CCNA olsun. Ki, həm biliklərdə bilək ki, var. Çünki necə də mənim tanıdığım olur ki, adam CCNA-nin bütün hər şeyini bilir. Digər ki, sertifikat almayıb deyə onu çıxardıqlar. Deyir, öz üzərində işləmir. Nə qədər elə şirkətlər var. Mütləq şəkildə lazımdır. Birinci şəbəkə əsasından danışım. Şəbəkə sahəsində də səviyyələr var. Associate səviyyəsi ilk başlayanların səviyyəsidir. Professional, belə deyək, professional səviyyəyə gəlmək biraz Azərbaycanda qəlizdir. Nəyə görə? Professional sertifikatı həm middle səviyyədən istəyirlər, orta səviyyədən, həm də senior səviyyədən istəyirlər. CCNP-nin də ən çox alınan, ən çox tələb olunan MCOR sertifikatı var. Qiyməti $400'dır. Endirimi yoxdur. CCNA-nin endirimi var, beynəlxalq instruktorlar ona endirim verə bilir. 58% endirim voucheri verir. Normalde imtahanı $300'dır, ev imtahanı $126'dır. Ümumiyyətlə, Cisco sertifikatlarının da CCD'nin çıxmaq şərti ilə 3 illikdir.
belə bir dənə də gözəllik var Cisco-da. Məsələn, sənin CCNA-nin vaxtı bitir. Sən getdin CCNP aldın, sən bir ay sonra bitəcəkdir. Getdin CCNP aldın. CCNP nə vaxt qutaracaqsa CCNA da o vaxt qutar. Və bir də sən gəlib təzən CCNA imtahanına girməyə ehtiyac qalmır. Cisco bu cəhətdən biraz gözəllikdir. Məsələn, mənim hal-hazırda 6 dənə Cisco imtahanına hazırlığım gedir. Cisco magistratura ilə hazırlaşıram. İkisi Core sertifikatdır, Enterprise and Security. 4'ü də Concentration. Pürüsdə 2026-nın axırında da buradan CSI-dən 2 dənə imtahana girməyəm lazımdır. Özümə hədəf qoymuşam çünki. CSI imtahanı nədir? 8 saatlıq laboratoriya imtahanıdır. 8 saat hadisadır. Düzdür, ölkədən ölkəyə fərqlənib bizə yaxın olan Dubaydadır. Gəlib Dubayda person verinin yerində versin. Azərbaycanda o imtahan yoxdur. 8 saat imtahandır. 8 saat ərzində yeməyi də orada verirlər. Heç kimdən danışa bilmərsən. Heç kimdən göz təması edə bilmərsən. Oturursan, yemək yeyirsən, baxmamalısın. Vaxtını çıxarırlar. İmtahan da açığı deyim ki, çətin gəlir. Sadəcə time management, yəni zaman idarə etməsini bacaran adamlar imtahandan çox qəşəngə keçir. Hər adam imtahanı qazana bilmir. Dünyada adırsa bir 70 minə yaxın, 9 milyard yaxın əhalinin olduğunu fikirləşəndə 70 minə yaxın adamda bu sertifikatlar var. 70 minə yaxın. Digər bir sahə, şəbəkə sahəsində də Bakayt Akademiyada dərsini mən keçirəm. Azərbaycan dilində dərs və saiti də verir. Çünki Azərbaycan dilində dərs və saiti verən yeri yoxdur. Olsa da bəlkə anlatsa gedib kopyalayıb tərcümə eləyəm, mən də bilmirəm ki, mənlərdən girmirəm. Amma mən özüm şəxsən Azərbaycan dilində dərs və saiti yazıram, tələbəm də görür, salamı qaldı. Tələbəm də bilir, özlərinə hər dərsin sonunda da göndərirəm. Bəzi göndərmədikləri olar, onları update eləmək lazımdır. Çünki yeni texnologiyalar gəlir. Azərbaycan dilində dərs və saitini verirəm və beyin yandıran laboratoriyadır. Çünki tələbə oxusa belə, oxumaqın paralelində mütləq şəkildə oxuduqlarını tətbiq etmək lazımdır. Cisco-da bununla bağlı Cisco Packet Tracer platforması var. Həmin o platforma üzərindən hətta siz IoT də öyrənə bilirsiniz. Orada xeyli rahatlıqlar var, açıq deyil. Cisco-nun dərsləri beynəlxalq platforma var, hardasa bir 21 ildir həmin o platforma işləyir və 21 ildir təkmilləşir. Orada kiber təhlükəsizliyi ilə bağlı da dərslər var, əməliyyat sistemi ilə bağlı da dərslər var, ən əsas da şəbəkə ilə bağlı dərslər var. Digər sahə, bəlkə şirkətlərin şəbəkə administratoru ilə paralelində onlardan sütunu sayılan sistem administratorluq karyerasıdır. Sistem administratorluq karyerası açığı deyim, ağır sahədir. Bu gün sistem administratorluq karyerası cloud texnologiyaları ortaya çıxdığına görə artıq bir mühəndisdən getdikcə həm şəbəkəni tələb edirlər, həm də senior səviyyədə sistemi tələb etməyə başladılar. Öncəliklə sistemi danışma məsələləri görəcək. Sistem administratoru açığı deyil, şirkətin daxilindəki bütün sistemin idarəsindən məsuldur. Qeyd edəcəm, məsələn, bir şirkət fikirləşin, şirkət, məsələn, Kapital Bankı fikirləşir, Kapital Bankın Bilbank aplikasiyası var. O Bilbank aplikasiyasını təkmilləşdirəndə arkada server dayanmalıdır. Normalda bizim istifadə etdiyimiz hər şey client server texnologiyası ilə işləyir. Client server texnologiyası nədir? Normalda siz browserda yazırsınız ki facebook.com. O havadan sudan gəlmir. Arkada millisaniyələr səviyyəsində, hətta mikrosaniyələr də deyə bilərəm. Çünki proses o qədər sürətlə gedir ki, siz bir dənə enteri bastığınızda saniyənin neçə bir hissəsində səhifə açılır. Biz deyirik, evində internet səhifə olanları çıxıram şey yapıram. Çünki maşallah
Görürsən ki, evdə EDSL işlədir, hələ fiberoptikadan xəbəri yoxdur. Olanlar var çək. Hələ də çiponun çəkilən yerlər var. Aplikasiyanın serverdə dayanan bir yeri olmalıdır. Həmin onu sistem administratoru serverdə qaldırır və onun daimi aktiv qalmağını təmin edir. Backup və disaster recovery plan, yəni yedəklilik təmin olunmalıdır. İstər şəbəkə sahəsi olsun, istər sistem sahəsi olsun, fərqi yoxdur. İnfrastrukturu yaratmış bütün şirkətlərdə birinci plan yedəkliliyin olmalıdır. Çünki Allah özü arasın, bir dənə server otağı yandı, bir dənə server otağın var, o server otağının içində də bütün dataların var. Bir server yansa, sənin məlumatların yanından sonra məlumatları nə xəbər edəcəksən? Fikirləşək, statistika idarəsidir, ölkənin bütün statistik məlumatları var. Həmin o statistik məlumatlar bir dənə serverdə dayanırsa, o server çökərsə, məlumatlar itərsə, bu profesional yanaşmadır mı? Təbii ki, yox. Ona görə də mütləq şəkildə yedəklilik məsələsi sistem administratorunun və şəbəkə administratorunun ön planında olur. Cloud computing məsələsi qeyd olunur. Çünki günümüzdə cloud texnologiyaları alıb başını gedir, dəhşət sürətlə gedir. Burada cloud təkcə Azure, AWS, Google, Oracle, Alibaba bunlardan təkcə getmir. Cloud'un iki tipi var, aktiv istifadə olunan. Biri private cloud'dur, biri də public cloud'dur. Public cloud yəni hamıya açıq, bildiyimiz Azure'dur, Microsoft'un Azure'dur, AWS'dir, Google'dur, OneDrive'dır, yəqin ərazidə işlədənlər var. Google Drive'dır, yəqin ki ərazidə işlədənlər var. Google Photos məsələn, Google Drive'dır. iCloud'dur, iCloud deyim ərazidə bəlkə bilənlər var ya da yoxdur. iCloud Google'ın cloud'undan alır. Ayrıcana bir şey deyil, Google'dan alır. Hətta Google'ın data centerlarında, bilməm bilirsiniz yoxsa yox, hardasa bir 60 yoxsa 55%'ində MacBook'un MCPU'ları işləyir. Google'ın data centerlarında. Hyperconverged infrastructure deyilən bir şey var. Həm cloud'dan yararlanır, həm də on-prem, yəni daxili infrastrukturdan yararlanır. Bunları istifadə edərək şirkət öz fəaliyyətini davam etdirir. Və bunu təşkil eləmək və idarə eləmək cloud mühəndisliyi ilə bir yerdə, yəni cloud engineer ilə bir yerdə sistem administratorunun da boyundadır. Hətta dizayn məsələsində sistem administratoru ön planda gedir. Şəbəkə ikinci planda gedir. Database administration, deyə bilərsiniz ki, müəllim, bu database administratorlar ayrıcana var. Database developerlar da var. Yaxşı, bu sistem administratoru, database administratorluğu da eləyə bilərmi? Bəzi şirkətlər var, tələb edir. Bu təkcə Azərbaycanda deyil. Məsələn, mən xaricdə bir çox tanıdığım şirkətlər var ki, sistem administratoru Microsoft SQL serverdə sistem administratorunu gördürür. Çünki Microsoft'un da ikisi də eyni sistemdir, belədir. Hətta bir də görürsən ki, 5 dənə database var. PostgreSQL, Oracle SQL, 2 dənə də AWS-dan aldığı SQL serverdir. Hamısını yüklüyüb sistem administratorunun üstünə, düzdür. Sistem administratoruna qəşəng maaş verirlər, amma yazının da gecəsi gündüzü yoxdur. DNS serverlər, DNS məsələsi açığı deyəmənizə DNS üzrə kibrit təhlükəsizlik şirkətində işlədiyim üçün DNS məsələsi bir çox şirkətlərdə kritik vəziyyətdədir. Çünki heç birinin təhlükəsizlik məsələsi həll olunmur. Olunanlar da var. Məsələn, gedib Palo Alto'dan DNS security modulunu alır, amma heç bir təsir də yoxdur. Çünki Palo Alto DNS security üzrə özünü təkmilləşdirmir. Palo Alto düzdür. Şəbəkə firewalllarının dünyadakı Ferrarisi sayılır. Çünki çox gözəl təhlükəsizlik təşkil edilməsi var, amma şəbəkəsi təhlükəsizlikdir. Amma DNS məsələsində yox. Dokumentasiya və ya bu məsələni deyilin, şəbəkədə olduğu kimi sistemdə də var. Firewalllar və web application firewalls məsələsi. Firewalllar üçün açığı deyim, biraz şirkətlər var, firewallu verir sistem administratoruna. Bəzən də görsən verir şəbəkə administratoruna. Ona görə həm sistem, həm şəbəkə üzrə işləyənlər firewallları bilməkləri lazımdır. Ona görə deyirəm ki, mütləq şəkildə
şəbəkə biliklərini bilməyiniz lazımdır. Install edən patching firewall, bayaq dediyim məsələ, ümumiyyətlə infrastrukturun up-to-date saxlanılması, kiber təhlükəsizlik məsələsi baxımından inteqrasiya. Hamıya, bütün əməkdaşlardan məqsəd tələb olunur ki, hansı sahədə fəaliyyət göstərirsiniz, göstərin. Öz kompüterinizi belə up-to-date saxlamanız lazımdır. Xəbəriniz olmuş ki, hətta açığı deyim, o KMS Pico ilə qəşəçənə lisenziya almadan Windows işlədənlər var. Onların bir dənə xəbəri yoxdur, açığı deyil. KMS Pico ilə başqa yolla lisenziyalandıran kompüterlər əslində qalanda bot halına gəlir, zombi kompüter halına gəlir və sənin xəbərin olmur, arxa tərəfdə elə yerlərə hücum edirlər ki, sabahçı gün gəlib sən qapını deyirlər ki, sən falan yerə hücum edirsən. Deyəsən, mən heç yəni girməmişəm. Nasıl bax görürlər ki, əslində qalanda arxa fonda haralara hücum edirlər. Bayaq dedim, işləri bəzən yükləyirlər, Network Administration, Security Administration, bəlkə də yükləməsələr belə, heç olmasa onun işini eləməsə belə bilməyə lazımdır ki, bu adam nə iş görür və mən bu adam iş görəndə nə kimi dəstək göstərə bilərəm. Sağlamlıq monitoringidir, baxımdır, serverlərin lokal performansının yoxlanışıdır. Bunları şəbəkə məsələsində dedim, eynən sistem tərəfində də var bu məsələ. Digər bir məsələ, bu şəbəkə mühəndislərinə də aiddir, sistem administratorlarına da aiddir, hətta kiber təhlükəsizlik mühəndislərinə də aiddir. Fəaliyyət göstərdikləri şirkətlərdə, həqiqətən də əgər bilirsə, şirkətin əməkdaşları ilə bağlı trening keçirlər. Əməkdaşlara cyber security awareness deyil, yəni tuşlar farkındalıqdır, Azərbaycan dinləmənin sözünü ilə əvəz edin bilməm. Awareness treningləri keçirilir. Məsələn, biz belə bir şey olmuşdur. Mən hər dəfə mail yazırdım ki, maillərdə bilmədiyin ünvandan gəlirsə, açma. Ya sil, ya da mənə xəbər et. Bizdə bir əməkdaş, yuxarı əməkdaşı idi, sağ olsun, mən Arab qrupda işləyəndə, götürüb açılır öz başına, kompüter dayanmır. O qədər pop-up pəncərəsi gəlir ki, arada kompüterini götürdüm, batareyasını çıxartdım məsələn. Deyir, nə ayırsan? Deyirəm, heç nə, nə ayıracam? Görürsən ki, kompüter dayanmır da. Özlə, kapslokun işığı dayanmadan yanıb sönür. Kapslokun işığının yanıb sönməsini sayına görə bildirimləri var. Headtest dərsində onlar izah olunur. Və siqnal səsinin də sayına görə özünün bildirimləri var. Onları keçir. O sayı da mənəcə itirmişdir. Çünki dayanmır. Səs gəlir, kəsir, gəlir, kəsir. Məcbur ancaq batareyanı çıxartmaq olur. Ümumiyyətlə, çox yerlərdə bəzən deyirlər, atak olanda götürüb bütün kabelləri çıxardın ya da bütün elektriki kəsin. Yeganə yol oldu, çünki heç nə edə bilməyəndə məcbur bütün avadanlıqların elektrikini kəsilsin. Bir də şəbəkəni kəsilsin. Web servisləri də ki, mütləq şəkildə sistem administratorundan tələb edirlər. Səbəbi nəyə görədir? Çünki bayaqları dedim, bu bir bankın applicationını serverdə qaldıranda, həmin o serverdə virtualizasiya sistemini idarə edən sistem administratordur. Və onun belə deyim, performansıdır, trafikləridir, trafiklərinin public tərəfdə, private tərəfdə nə dərəcədə istifadə olunsun, bunun limitlərini təmin edən sistem administratorudur. Yaxşı, sistem administratorundan mən şəbəkədən keçmək istəsəm, nə eləməliyim? Başlanğıcda mənim məsləhətim Server Plus-ın sertifikatını almasaz belə kitabını oxumağınızdır. Çünki orada server avadanlıqları ilə bağlı, onların rəqin içinə yerləşdirilməyindən tutmuş, platalarından tutmuş, onlar üçün istifadə olunan CPU-lar nədir? Yəni, helpdeskin bir növ server səviyyəsində olan bir dərslikdir. Onu oxumağınız, virtualizasiya texnologiyaları ilə tanış olmalıyız ki,
sahədə ən çox istifadə olunan VMware-lə Nutanix-dir. Hal-hazırda şirkətlərin bəziləri VMware-dən uzaqlaşmağa başlayır. Səbəbi odur ki, mən proqramı keçəndə Elvanda Broadcom yayın elədi ki, bəs VMware-i almışıq. VMware alandan sonra qiymətlər elə qaldı ki, bütün şirkətlərin hamısı atqaz edir ki, biz VMware alırıq. Orada çünki serverin koruna görə qiymət hesablanır. Ən bəsit qiymətlərdə hardasa $70-80 dollar arasında dəyişir. Bir dənə hələ server üçün. Bir neçə serverin də oturub hesablarında görməyə gəlir. Nutanix də qəşəng məhsuldur. Hardasa bir onun yarı qiyməti dərəcəsindədir. Hətta bəzi dövlət qurumları Nutanix istifadə edir. Nutanix üzrə administrator axtaranlar belə olur. O da sistem administratoru ilə sahib. Sadəcə o virtualizasiya sistemləri üzrə administrator. Sistem administratorlarına seçdim, iki yön var. Windows sistemlər, Linux sistemlər. Yaxşı, deyə bilərsiniz ki, bunların bir-birindən fərqləri nə olacaq? Windows sistemlər daha çox, belə deyim, şirkətin resurslarını, userlarını rahat idarə etmək üçün. Yəni, gözün qabağını, məsələn, mən filan kəsə, filan yerlərə girməyə qadağan edeyim. Mən file server yaradım. Məsələn, file server sistemi çox gözəl qurulub Windows sistemlərində, Windows server məsələsində. Orada file sistem məsələləri ilə bağlı kritik məsələlər var ki, çox gözəl customization məsələləri var. Bir digər məsələ Active Directory. Sistem administratorlarının bəlkə də belə deyim, onurğa olaraq bilməli olduğu şey Active Directory məsələsidir. Active Directory hesab edin ki, qadağalar gəlir, ortada bir onurğa var. O onurğanın özü hesab edin ki, Active Directory-dir. Düzdür, beynindən birlikdə. Ona görə də sistem administratorlarına, Windows sahəsində çalışan sistem administratorlarına Active Directory strukturunu qəşəng bilmələri tələb olunur. Digər sahəsi Linux administratorlarıdır. Linux administratorları daha çox web yönümlü sistemləri aşağı resurslarla idarə eləməkdən çox əlverişlidir. Linux sahəsində belə deyim, biz deyirik open source-dur, pulsuzdur. Amma şirkətlər daha çox Red Hat-ə üstünlük verir. Çünki Red Hat-in biraz qapalılığı var. Nə qədər Linux open source desək də Red Hat qapalıdır və Linux'da bəzən elə bir problemlər çıxır ki, məcbursan servisdən danışasan ki, Red Hat bu servisi təşkil edir və Red Hat üzrə dərəcə almış əməkdaşlarına da kömək edir. Partneri olan şirkətlər, məsələn, filan şirkət, məsələn, MUK-la partnyordur. MUK Azərbaycanda Red Hat-ı təşkil edən, məhsullarını təşkil edən birinci təşkilatdadır. Tanıqlarım da var, sağ olsun, dəstək göstərdilər bu məsələdə. Adam qoşulur, həll edir. Təbii ki, şirkət də texniki xidmətin qarşılığında öz ödənişini edir. Açığı deyəm, o texniki xidmətlərdə heç də ucuz deyil. Başlanğıc sertifikat olaraq, əgər, məsələn, deyək ki, mən sertifikatı almaq istəyirəm, öyrəndim, amma büdcəm yetmir deyirsənsə, Linux Professional İnstitutun sertifikatlarını ala bilərsiniz. Linux səsini hiç bilmirəm, 40 dollar idi, yoxsa 70 dollar idi. O birlərdə maksimum 150 dollardır tanınan qiymətlər. Linux Foundation var, özünün öz platforması var. Sənin götürüb öz kompüter və Linux yükləməyə ehtiyac qalmır. Orada platformanın içində oturub rahat istifadə edə bilirsən. Bir də Vim-i qeyd eləmişəm. Vim nəyə görə qeyd eləmişəm? Bayaqları dediyim o backup məsələləri, yedəklilik məsələləri. Bazarda bu dəqiqə açıq deyim, aktiv şəkildə də istifadə olunur. Sistem administratorlarından, hətta bəzən şəbəkə administratorlarından, sistem administratorlarından təkcə bilik yox, istifadə də tələb olunur. Şəbəkə administratorlarından heç olmasa bilikləri tələb edirlər ki, xəbərin var yoxsa. Çünki bəzən elə konfigurasiyalar olur ki, sən Vim-lə işləməyin lazım olur. O
şəbəkə, sistem, bunları bildik. Amma günümüzdə texnologiya, yəni deyirəm, sürətlə gedir və cloud texnologiyalarına keçdi. Və açığı deyim, cloudla bağlı çox gözəl işlər var. Yəni evinizdən oturub da işləyə bilərsiniz, əgər yaxşı öyrənsəniz. Mənim elə tanıdığım adam var ki, Azure-la da bağlı remote işləyir, AWS-la bağlı da işləyir, Oracle-da olan, yox, Oracle-dakı uşaq çıxdı, AWS-ə keçdi olan. Cloud administratör nə edir? Ecrəbədə cloud administratorundan mütləq şəkildə net adminlik və sistem adminlik üzrə experience istəyirlər, iş stajı istəyirlər. Minimum 3 il olmağı lazımdır hər birindən. Yəni 6 il gələ sahədə olur ki, sonra cloud sahəsində ki. Düz, bəzi hissələri var ki, ona ehtiyac yoxdur. Solution Architect hissəsi var. AWS-də oluna məsələn rahat girmək olur. Sırf AWS-in burada qeyd eləmişəm. Cloud applicationları. Cloud applicationları var ki, sırf onlarla bağlı problem yaranında onları həll eləməklə bağlıdır. İmtahanları açıq deyim çətindir. İstər Azure-un olsun, istər AWS-in olsun, özlərinin sertifikat imtahanları var. İmtahanların düz qiymətləri ucuzdur, amma ucuz olduğu qədər də çətinlik vəbşə yüksək səviyyədə. Çünki sizin oxuyub da imtahana girməklə həll edəcəyiniz bir şey deyil. Mütləq şəkildə infrastrukturun, cloud infrastrukturun içində işləməyiniz lazım. AWS-in bütün servisləri bunlardır. Solution Architect bütün bu servislərin hamısını bilməyə lazımdır. Onlarla yarana bilən problemləri aradan qaldırmaq lazımdır. Və yeri gəlsə, o disaster recovery problemlərində, fəlakət vəziyyətində necə hərəkət etməlidir, onları bilməyə lazımdır. AWS ilə bağlı budur. İlk cloud məsələsi ilə bağlı AWS qabaqdaydı. AWS-in bəlkə arazda Amazondan mal sifariş edən kimi bilər. Kimsə kompüter gətirir, maşın üçün havalanmış gətirir. Cloud hissəsi də var. Azure Microsoft-undur. Google Cloud-un özünün də cloud var. Bizim ölkədə bunlar istifadə olunmur. Çünki açığı deyim, dövlət qurumları, bu Azərbaycan daxil bütün ölkələrə aiddir. Hər bir dövlət qurumu G-Cloud deyilən bir sistem yaradır özündə. Bir çox ölkələr yaradıb, Azərbaycanda da onun üstündə iş gedir, tamamlanmaq üzrədir. G-Cloud, Government Cloud gedir, hökumət quludur. Azərbaycan Respublikasının lazımi bütün dövlət sənədləri orada saxlanılacaq. Və həmin saxlanılan məlumatlara digər qurumlarda, məsələn, deyək ki, digər qurumdan sən gedib hansısa bir sənəd almaq istəyirsən, məsələn, asan xidmətdən gedib bir sənəd alanda nə qədər vaxt gözləyirsən də ki, sistemə gələcək. Amma hökumət qurulduğun sayəsində o gözləmə vaxtları da getdikcə qısalacaq. Bu cəhətdən rahatçılıq var. Oracle-ın da özünə məxsus servislər var. Cloud administratorlar isə bu servislərin hamısını idarə edən adamdır. Ona görə deyirəm, 6 il stajınız varsa, yəni network sistem, rahat gedib cloud administratorluğa giriş edə bilərsiniz. Çünki getdiyiniz yerdə birinci soruşacaqlar. Şəbəkə və sistem administratorluğu üzrə işləmsən. Çünki nə qədər tanıdığım adam var, Türkiyədə yox, Türkiyəyə getdi, oradan Amerikaya qoşuldu, Amerikadan işləyirdi. 4-5 dənə də tanıdığım var. Vergisiz işləyirlər, deyəcək oradan işləyirlər. Dedi, birinci məndən soruşduqlar şey oldu ki, şəbəkə ilə sistemlə bağlı nə bilirsən? Hələ birinci bilirsən dedi. Dedim, hə, bilirəm. Dedi, işləmsən? Dedi, hə. Evet, bir dənə deyir, case açdılar. Bir şirkətin infrastrukturu boyda 4 saatda vaxt qoydular ki, otur işlə. Burada bu filan problem var, onu araşdır. Deyir, 4 saat ərzində deyir, mən başqa yerə də girə bilmirəm. Ekranı da izləyirlər, kameradan mənə də baxırlar. Nələr edəcəm? Məcbur atqaz elədim. Çünki deyir, hazır deyildim, belə bir şey gözümlər. Özünə mən tapşırmışdım ki, cloud-a girəcəsənsə, experience-də istəyəcəklər. Onsuz da müsahibədə 3 mərhələlidir. Birincidə texniki biliklər soruşulur. İkincidə sənin bir dənə labın içinə soxurlar. Üçüncüdə isə HR-la söhbətdir. HR-la söhbəti keçmək ağızda aid bir dərddir. Bilməm, bizim HR-lar kimi bunlar yox.
Cloud administrator, bəs yaxşı, mən keçmək istəyirəmsə, təsir məsələsi necə olacaq? Təsir məsələsi. Başlanğıc olaraq məlumat almaq istəyirsinizsə, 2 dənə sertifikatın dəstə saytını oxumaq məsləhət görürəm. Kontiyanın Cloud Essentials və Cloud Plus. Bu ümumiləşdirilmişdir. Orada Azure ayrıcana, AWS ayrıcana ayrılmış. Orada ümumiləşdirilmiş şəkildə həm cloud texnologiyaları nədir? Cloud texnologiyaların içində nələr var? Docker nədir? Kubernetes nədir? Bunlarla bağlı danışılır. Amma digəri artıq seçim edə bilirsiniz. Bəzən multi-cloud specialistlər də axtarırlar. Yəni, müxtəlif clouddan işləyən adam lazımdır. Cisco hətta elə bir sertifikasiyası da var. Təzə çıxdı. Multi-cloud network specialist. Bütün cloudlara, şəbəkələrini işləməyə bacanır. AWS-la mecburluqla işləyə bilirəm. Sadəcə Google-dan şeyi yoxlamamışam. Oracle-ı yoxlamamışam. AWS-in karyerası ilə bağlı, AWS dediyim kimi bayaqları, ilk başlayanlardan olduğu üçün onlarda biraz karyera genişliyi var. Sistem administratorluğu var, mühendislik var, DevOps var, DevSecOps var, Solution Architect var, Security var, Network var. Bəzən görürsünüz ki, üçünü birində istəyirlər, Nescafe havası. Amma qəşəngdə maaş verirlər, düzdür, gecən gündüzün olmur. YouTube'da can dəyərə baxan var. Can dəyər, kiber təhlükəsizlik əməkdaşlığı. O belə deyir ki, mən AWS-də 6 aydır işlədim, 6 ay dedi, nə qədər dedi. Dedi, son 3 ayda deyir, mən yorulmuşdum. Çünki deyir ki, 5 dənə zonanın işini deyir, mənə yükləmişdilər. Heç kim qalmışdı ki, çıxır gedir, bir adamın üstünə nə qədər yük verir. Axırda deyir, özüm də yazdım, çıxdım. Nescafe havası, bir adamdan 5 dənə şey istəyir. Kimisə Google-la bağlı karyera qurmaq planı olarsa, Google-da açıq deyil, orada da karyera qurmaq rahatdır ya. Yəni, rahat da nətər sürətlilik var burada. Hindistanlılarla onlar yaxşı işləyəcəklər. Google məsələsində Hindistanlılar aktiv iştirak edir. Yaxşı, bu qədər şeyi dedik. Əsas məsələ nədir? Əsas məsələlərdən birincisi targetiniz, yəni hədəfinizin olmağı lazımdır. İstəyir universitet dönəmi olsun, istəyir universitet tavanı olsun, istəyir universitetdən sonra başqa bir nəsə işə girən olsun. Həqiqətən də IT sahəsində bir karyera qurmaq planınız varsa, özünüzə bir hədəf çizmalısınız. Mən 2018-də özümə hədəf çizmişdim. Şəbəkə memarlığı ilə bağlı, Network Architect deyirlər ona. Həmin o Network Architect həmçinin Network Solution Architect-dir ki, açığı deyəm, Amerikada onun illik maaşı $250.000. Remote işlər də var. Yəni $250.000 bölünür 12 ayında verir. Ayda $20.000 verir. $20.000 da kim az edir? Verəcən çıxmaq şərti ilə də $18.000 verir. Az gəlir. $250.000 ayda. $250.000 ayda. İllik. Yəni, da aylıq $20.000. $20.000 kimə artıq gəlir. Mən tanıdığım adam var. O, Azərbaycanda təlimçilərin təlimçisi statusundadır. Dizayn eksperti şəbəkə üzrə. Azərbaycanda 2-3 nəfər dizayn ekspert varsa, biri də oldu. Adamın aylıq gəliri 35.000 manat. Adam özünə elə bir sistem qurur ki, saat 9-dan 12-yə biri işlədir, 12-dən 3-ə biri işlədir, 3-dən 6-ya biri işlədir. Özə buradakı universiteti bitirib var, neçə 40 yaşı var. Adamın da almadığı ev qanunu. Hər dəfə deyirik ki, bu qədər ev alırsan, heç olmasa kirayə verir. Heç birində kirayə vermir, adamı yandırıb tökür. Ki, kirayədən də heç olmasa pul çıxardır. Özü də plusda təlimçidir, instruktorlara təlimçidir. Normalda tələbələrə keçir, o da instruktorlara keçir. İnstruktorlara keçirilən təlimin qiyməti tələbələrə keçirilən təlimin qiymətindən 20 dəfə bahadır. Təhsilə yönəlməyiniz lazımdır və öz üzərinizdə çoxlu çalışmaq lazımdır. Deyəcəksiniz ki, yaxşı, bu qədər çalışırıq, eləyirik, bəs əyləncəyə zaman ayırmayaq. Bir varlı adam var idi, qayıdıb deyir ki,
Deyir, idman zalındakı deyir o 6 dənə pres, çıxan 6 dənə pres. Sana 6 dənə maşın gətirməyəcək. Ona görə nə hədəfin varsa, birinci olmaq köşünə idman zalına getməsən də olar. Hər axşam 20 dəqiqə açıq havada gez, o sənə bəs edir. Hədəfiniz olmalıdır, bu birincisi. Hədəfiniz üçün yeri gəlsə çox çalışmalınız lazımdır. Açığı deyim, mən IT sahəsinə ki, bu gün də daxil olmaqla toplamlarsa bir açıqda deyirəm. Minimum 9.000 manat pul xərcləmişəm. Ki, bu gün ondan da peşman deyiləm. Düzdür, əvvəlcə beynimə deyiləyəndə ki, bu qədər pul verirsən, nə verirsən, xeyri yoxdur. Bu günləri şikayət eləmir. O deyirlər ki, bizim karta nəsə atassan ya yox. Çünki insan qarşısına bir hədəf qoyanda, çatanda, bazı görürlər ki, həqiqətən də lazım imiş. Mən fövqəladən çıxanda evdəkilər biraz beynimin ətini yedilər, amma vaxtlar gördülər ki, həqiqətən də düz edir. Bir arzunuz varsa, o arzunuzu necə ki, nəfəs alıb verirsiniz, o nəfəs kimin istəməyiniz lazımdır və onun ardına da elə düşməyiniz lazımdır. Elə olmasa, heç nə qazanmayasınız. Açıqda deyirəm. Və uğurlara da çatanda birinci özünüz sevinəsiniz. Başqasını sevinməyi gözləməzdən öncə birinci özünüz sevinəsiniz. Çünki uğur qazananda insan birinci özü, belə sözüm belə bir yerdək gələcək, amma açıq edəcəm. İnsan birinci özünə qoyduğu hörmətdən şərəf alır. Başqasının sənin haqqında fikirləşdiyi yox. Birinci özü-özünə dəyər verməyə başlayır ki, mən bu qədər əziyyət çəkdim və istədiyimə nail oldum. Başqası mənə maraqlı deyil. Təhsillə bağlı, karyera ilə bağlı, mənim deyəcəklərim bu qədər. Kimin nəsə bir sualı varsa, verə bilər. Cavablandırmada hazır. Necə? Onu Fuad bəydən sor. Nasıl sual verir? Açığı deyim, bizim millət kibertəhlükəsizlik deyəndə birinci ağlıma gəlir ki, mən kimin Instagram səhifəsini sındıracam. Birinci baxdığı məsələ olur. Ya da kiminsə Facebook səhifəsini sındıracam. Birinci baxdığı söhbət olur. Amma kibertəhlükəsizliyin yönü çoxdur. Şəbəkə təhlükəsizliyi var. Application security deyilən bir şey var. Cloud security deyilən bir şey var. Application security açığı deyil, bu dəqiqə sahədə adam azdır. Onunla bağlı dəhşət iş axtarışı var. DevSecOps sahəsi var. Dəhşət iş axtarışı var. Amma dəhşət də tələbləri var. Maaşları minimum 150.000 dollardan başlayır xaricdə. Remote işləyən nə qədər tanıdığım var çünki bilmirəm. Adamları mən çoxda tapa bilmirəm bir şey. Bir çay gəlib, gedək bir çay içək, deyir o çayxananı evə gətirmişik. Şəbəkə təhlükəsizliyi üzrə əgər gedilirsə, mütləq şəkildə sistemə bilinməyi lazımdır. Sistem və şəbəkənin ikisi birində deyəcəm. Sistemə bildikdən sonra SOC, yəni Blue Team tərəfini də bilməyimiz lazımdır. Çünki ofensivdən öncə defensiv security bilməyi lazımdır ki, sənin sistemdə hansı təhlükəsizlikləri bulmağın lazımdır. Açığı deyim, defensivlə bağlı Azərbaycanda ən yaxşı işi Fuad bəy kimdir? Defensiv məsələsinə bağlı baxan. İsraillər işləyir. Arada əməkdaşlar da toplayır universitetlərdən. Ad universitetindən mən çox toplayırlar. Yox, riskdən də hələ üstündür. İsraillər ən çox işləyir orada. Məsələn, SOC tərəflə bağlı açıq deyim, maaşlar yüksəkdir. Mənim tanıdığım adamlar var, bəlkə bir başlanğıc olaraq SOC-nin təbəqələri var. Analist 1 var, analist 2 var. Üçüncü səviyyə threat hunter'dır, təhdid okçuları deyirlər ona. Onlar ayrı bir sahədir. Bir də şey var, SOC menecerlər. SOC menecerlər, belə deyil, topun ağzında olan əsas adamlardır. SolarWinds hacklənəndə mən SolarWinds'in SOC menecerinin səhifəsinə baxdım. Axşamın loji şeydi, Open to Work yazmışdı. Adamı anında çıxartdılar.
Deyir ki, yəni bu boyda SOC var. Siz kiber təhlükəsizlik hücumunu niyə görmədiniz? Necə? Yaş limiti değil var. Yaş limiti deyil. Xaricdə əslində qalanda olmur. Azərbaycanda mən kiber təhlükəsizlik sahəsində işlərə girməmişəm. Yəni, müsahibələrində olmamışam açığı deyil. Çünki mənim sahəm şəbəkə təhlükəsizliyi. Sən dedin yəqin ki, pentesterlərlə bağlı zad olacaq ya da SOC analistlərlə bağlı. Onlarda da açığı deyil, onların özlərindən yaxşı şəbəkə biliyi və sistem biliyi tələb olur. Şəbəkə təhlükəsizliyi ilə bağlı dediyim kimi, CNA lazımdır. Cisco CyberOps sertifikasiyası var, onu da ala bilərsiniz. Və yaxud da EC Consul'un SOC analistlə bağlı şey var, SOC analistlə bağlı sertifikasiyası var. Onun təlimini də ala bilərsiniz. Sonrasında CCMP Security lazımdır ki, bu senior səviyyədə network security mühəndisləri üçündür. Bir də CCI Security ala bilərsiniz ki, bu da qovaclarında hazırlaşır. İmtahanın qiyməti $1600. Mesela burada da vermişsiniz, bayaq dedim ki, Dubayda ya da Brüsseldə zadda verirsiniz. 8 saatte bulaq imtahanı. Onu da aldıqda Security Architect olursunuz. Security Architect-dəki ümumi şirkətin bütün kiber təhlükəsizlik dizaynını eləyir, təhlükəsizlik şəbəkə dizaynını eləyir və plus da bütün komandanı idarə edir. Başqa nəsə bir sualı olan var mı? Necə? İkisini də bilmək lazımdır, dərinliklə bilmək lazımdır. Çünki hər şey onsuz da şəbəkə və sistemin üzərindədir, cloud-da. Cloud bax belə bir şeydir də. Sənin şirkətinin o boyda qurduğun infrastrukturu, hansı ki, sistem adminin də, net adminin də işlədiyi o sistem başqa bir serverin üstündədir. Yəni, bunları da belə deyəm. Yəni, başqa serverin üstündə olan şeyi, yəqin ki, bu iki adamın işlədiyi sistemi başqa bir serverin üstündə idarə edəcək adam lazımdır. Deməli, bu iki sahəni bilmək lazımdır ki, onu rahat idarə edəcəksin. Plus da həmin o hansı cloud üzrə işləyəcəksənsə, onun servislərini bilmək lazımdır. Private cloud-da, yəni dövlətin öz daxilində olan cloud-larda ikisi mütləq və mütləq tələb olunur. Fuad bəy, sizin nəsə sözünüz var? Sözünüz yoxdursa, ondan bu qədər. Gəlmək istəyən gedə bilər.